Salam əziz şagirdlər və dəyərli abituriyentlər, hər birinizi xoş gördük. Dövlət İmtahan Mərkəzinin 2026-cı il üçün nəşr etdiyi Abituriyent jurnalı 2026-dan ingilis dili suallarının doğru izahları və cavabları ilə tanış olaq. 9-cu siniflər üzrə qeyd edim ki, 11-lər üçün artıq kanalda hazırdır. Kanala abunə olmağı yaddan çıxarmayın, çünki 9-lar və digər siniflər üçün faydalı videoların davamı yenə gələcək. 5-ci sualdan başlayaq, short textdən. 5-ci sualda doğru cavab olacaqdır Y variantı. Y-nin mənasına baxaq. Yeni təhsil mərkəzinin açılışı həftə sonu qeyd olunacaq. Birinci cümləmizə baxırıq. Biz tələbələri, müəllimləri, ailələri rəsmi açılışa dəvət etməyə məmnunuq. Hansı mərkəzdir bu? Learning Center on Sunday, yəni Bright Mind öyrənmə mərkəzidir, demək təhsil mərkəzidir və bazar günü, yəni həftə sonu. Y-də də eynisini demişdi, yəni bazar demir, bu da həftə sonu deyir, elə ona görə cavab olur Y variantı. Məsələn, A-da deyir ki, valideynlərə mobil əplərdən istifadə olunmaq öyrədiləcək. B-də deyir ki, yarışma olacaqdır, elə bir şey yoxdur mətndə. C-də deyir ki, noyabrın 10-u uşaqlar imtahandan qeydiyyatdan keçə bilər, mətndə belə bir şey yoxdur. D-də də seminar olacağı deyilir, sağlıq və təhlükəsizlik haqda. D-də buna görə olmadı. Y variantı doğru cavabdır. 6-cı sualda doğru cavab olacaqdır C variantı. Yeni texnoloji sərgi olacaq deyir. Birinci cümləmizə baxaq. Deməli, illik Tech Vision 2026, yəni 2026 Tech Vision olacaqdır. Expo verib burada, uzun formada da sərgi yazıb mötərizədə. Deməli, şənbə günü sərgi olacaqdır, oktyabrın 4-ü. Yəni, söhbətə texnologiyadan gedir, elə Tech Vision'dan da bilmək olur. Aşağıda da süni intellekt altına xətt çəkdim. Smart Cities, yəni ağıllı şəhərlər, Space Technologies və s. Yəni, bilirik ki, söhbət texnologiyadan getdi. Cavab elə C variantı oldu. Vaxta görə sadəcə doğru cavabın izahını verim, yerini göstərim. Digər yəni, səhvlərin yerini deməyəcəm. Əgər hər hansı sual qaranlıq qalsa, şərhə mütləq qeyd edin. Çünki əvvəl video hazırlamışdım, sadəcə video alınmadı deyə ikinci dəfə çəkirəm bunu. Ona görə bunu biraz qısa tutmaya çalışacağım. 7-ci suala baxaq. 7-ci sualda doğru cavab olacaqdır B variantı. Yerini isə göstərəcəm burada. B-də şagirdlər before February, deməli fevraldan əvvəl bu xizək yarışı üçün qeydiyyatdan keçməlidir deyir. Baxaq. Yerlər deməli fevral xizək turu üçün olan yerlər hələ də uyğundur, yəni qeydiyyatdan keçə biləriz anlamında. Amma bu registrasiya tamamlanmalıdır. Hara qədər? Yanvarın 31-nə, yəni fevrala qədər deyək. Ona görə elə doğru cavab oldu B variantı. Deməli, məsələn, A-da deyir ki, bütün şagirdlər vəsiqəsini gətirməlidir. Amma burada deyir ki, fotokopisi olsa olur. C-də deyir ki, qeydiyyatdan keçmək gecdir. Amma yuxarıda demişdik ki, keçə bilərlər. D-də deyir ki, artıq bütün yerlər rezerv olunubdur. Elə bir şey yoxdur. Y-də deyir ki, onlar deməli ID kartsız da faydalana bilərlər, amma ID kart, yəni vəsiqə olmalı idi. Getdik mətn suallarına. Mətn sualına deməli 8-ci suala baxaq. 8-də doğru cavab olur A variantı. Bu tip sualda çalışın, diqqətli olasınız. Ən çox mətn nədən bəhs edirsə cavab da olacaqdır. A-da deyir ki, görkəmli Avstraliyalı rəssam. İlk cümləmizə baxaq. Deməli, bu Gustav Klimt məşhur Avstraliyalı rəssamıdır, hansı ki 62-dən 1918-ə qədər yaşayıbdır və s. Və digər bölmələrə baxsanız, onun əsərləri gedir, baxın, hamısı ondan bəhs edir, yəni bu rəssamdan. Deməli, doğru cavab olur A variantı. Məsələn, B-də deyir ki, Gustavın qadın portretləri, yəni bütün mətn ondan bəhs etmir. C-də deyir ki, Bizantin incəsənətindən ilhamlanmış rəssamlar. C-də deyil. D-də Adelenin portretindən bəhs etmir bütün mətn. Y-də deyir ki, 19-cu əsrin rəsm üslubları. Yəni, hamısı yanlış oldu. A doğru cavabdır. 9-cu suala baxaq. Bizdən false, yəni yanlış variantı istəyir. Y-də deyir ki, Klimt rədd etdi, qızıl və detallı dizayn əlavə etməyi öz əsərlərinə rədd edir. Amma həmin hissəni sizə göstərirəm. 2-ci paragraf, 1-ci sətr. His use of bright colors, gold and detailed designs are known. Yəni, parlaq rənglər, qızıl və dizayn əlavə etməklə tanınır. Deməli, nə oldu? Bir saniyə, 9Y səhv oldu. Bizə də səhv lazım idi. Şərtə diqqətli olun.
10-cu sualda bizdən suala düzgün cavab istəyir. Deməli, Klimetin əsərlərini digərlərindən nə fərqləndirir deyir 10-cu sualda. B 2 və 3. 2-də deyir ki, orijinallığı və dərin emosiyaları. 3-də deyir ki, parlaqlığı, qızıl və dizayn əlavə etməsi, hansı ki, bunu az öncə dedim sizə. 2 və 3-dür. Həmin hissəni sizə bir daha göstərirəm. İkinci paragraf, birinci sətir. Bright colors, gold detailed designs burada var. Bir də nə demişdi? Dərin emosiya mı demişdi? Deep emotions demişdi. Baxın, son hissədə altına xətt çəkirəm. Strong emotions in his art. Yəni, o da vardı. Yəni, dərin, güclü emosiyalar da vardı deyə 2 və 3 doğru cavab oldu. 11-ci sualda Gustav Klimt doğru hissəni tamamlamaq lazımdır. Cavab 11-də olur B variantı. Deməli, orijinal üslubu vardı, simvolları və bəzəkləri ilə bərabər. Həmin hissəni isə göstərirəm. Birinci paragraf, son sətir. Onun əsərləri, deməli, çoxlu dekorasiyalar, simvollar istifadə olunurdu deyir. Elə tamı-tamına eynisini verdi. B variantı. 12-ci sualda doğru cavab olacaqdır 1 və 4. Deməli, düzgünü bizdən soruşur. Qadın portretləri öz cəlbediciliyinə görə fərqlənir deyir. 1 doğrudur. 4-də deyir ki, onun təbiətə və insanlara verdiyi dəyər əsərlərində əks olunur. Deməli, təbiət, insan dəyər və qadın portretlərinin mükəmməl olması. Baxaq. 3-cü paragraf ortalarda. Altına xətt çəkirəm. Show his love for nature and people. İnsan və təbiətə olan sevgisini göstərirdi. Bir də qadın portretləri əla idi. 2-ci paragraf, son sətir. Altına xətt çəkirəm. Especially, deməli, his portraits of women are especially famous for being beautiful and elegant. Yəni, zərif, gözəl, möhtəşəm olmasıyla seçilirdi. Deməli, 12-də 1 və 4 oldu doğru cavab. Getdik qrammatika suallarına. Onu izah eləmədən əvvəl sizə bir-iki qeyd nəzərinizə çatdırmaq istəyirəm. Bura qədər izlədinizsə, deməli, 9-da oxuyan abituriyentsiniz. Sizlər üçün ödənişsiz WhatsApp qrupu var. Həftədə bir dəfə dərslər keçirilir, faydalı PDF-lər atılır. Qrup sentyabrdan aktivdir. Dərslərimiz hələ də davam edir. Qoşulmaq üçün bu videonun şərh bölməsinə ödənişsiz dərs yazın, mən sizə məlumat göndərim. Və videonu sinif yoldaşlarınızla paylaşmağı unutmayın ki, onlar da faydalanmış olsun. Çünki faydalı videoların davamı yenə gələcək. Getdik indi 13-cü suala. 13-cü sualda bizdən düzgün seçimi istəyir. Doğru cavab olacaqdır 13-də D variantı. Deməli, burada 2 və 3 sadəcə olmur. Daha doğrusu 2 və 5. Çünki cümlə daxilində eni və samdan sonra isim gəlməlidir. Məsələn, deməksən ki, did any see the accident, hadisəni heç gördü, yox. Kimsə gördü mü deyərsən, sizin hamınız gördünüz mü deyirsiniz və ya kimsə gördü mü, hər kəs gördü mü deyirsiniz. Yəni, ismi əvəz edən bir şey olmalıdır və yaxud da samdan, enidən sonra isim gələrdi. Sam və eni hansı halda isimsiz olardı? Dialoqda falan ola bilərdi. Dialoqda deyildi bu. 14-cü suala baxaq. 14-cü sualda decided 3-cü qrup feildir. Özündən sonra to-lu feil istəyir. A gedir, Y gedir, C gedir və keepdən sonra ing-li feil gəlir. Ona görə 14-də oldu B variantı. 15-ci sualda bizdən mürəkkəb isimləri soruşur. Bu sadə sualdır. Ümid edirəm bunu hamınız bilirsiniz. Flat, bread, sheep, dog, çoban iti, sea, wheat. Cavab oldu A variantı. Digərləri düzəltmə və ya sadədir. 16-cı sualdır, rahat bir sualdır. Both of the participants, iştirakçıların hər ikisi. Both of-un xəbəri cəmdə olur demişdik. Cavab oldu C variantı. Were, çünki cəm xəbərdir. Burada sizə kiçik bir ipucu verim. İmtahanda gördünüz ki, unutmuşsunuz bu qaydanı. Baxın, hamısı təkdir. Has tək, is tək, was tək. İndi birində bu da olmaz. Yəni, bu formada əksər variantı ata bilərsiniz. Getdik 17-ci suala. 17-ci sualda 2 və 3 doğru cavab olacaqdır. Deməli, burada nədir problem? Biz hamımız çox susamışdıq deyir. Amma deyirsə cümlənin bir tərəfi əks olmalıdır, yəni inkar. Misal üçün 4-ə baxırıq. Bir saniyə, 18 oldu. Y variantı 1 və 4. Məsələn, 2-yə baxırıq. Biz hamımız çox susamışdıq. Amma çox su qalmışdı. Yəni, nətər olur? Çox susamışıq və amma çox su qalıb. Məna cəhətdən düz gəlmir. Bir doğru cavabdır burada.
tamamilə susamışdıq, amma sadəcə az su qaldı. Bata görə problem yoxdur bu da. 4 də eyni qayda çox susamışdıq, amma çox su yox idi. Məsələn, 3-ə baxaq eyni qayda. Yəni düşünün ki, bu da elotov olsaydı necə olardı? Biz hamımız çox susamışdıq, amma çox su vardı. Elotov olsaydı belə yanlış olardı. Çünki D-yə belə deyim, 2-yə bənzəyəcəkdi. Yanlışdır. Amma qrammatik cəhətdən bu necə bilə bilərik? Elot axı ismin qabağında olmurdu. Yəni bu şəkildə də yanlışdır. Buradan da sizə bir dənə bir şey deyim. Yəqin ki bilirsiniz, amma mən təkrar demiş olum sizə. Məsələn, elot bilirsiniz ki ismin qabağında olmur. Yəni konkret əminsinizsə ki 3 yanlışdır. 3-ün üzərindən xətt çəkin. Yəni 3 olan variantlar A gedir, C gedir. Bu şəkildə variantı daha tez tapacaqsınız. Yəqin ki nə demək istədiyimi bilirsiniz. 19-a baxaq. 19-da cavab olacaqdır B variantı. Niyə? Verilən cümləni passivə çevirmək lazımdır. Əsas cümləmizə baxaq. Deməli, bu katibə will send you, sənə göndərəcək filan nəticələri. Deməli, pasiv necə olmalıdır? Will be sent olmalı idi. Will be sent'i axtaraq. Misal üçün, elə hamısı will be sent'dir. Yaman hazırlayıblar bunu. İndi mən sizə bunun fərqini deyim. İşte deyir ki, sənin imtahan nəticələrin göndəriləcək to the secretary, yəni bu katibəyə göndəriləcək. Amma orada katibə göndərəcəkdir, katibəyə deyil. Ona görə, misal üçün, 2 yanlışdır. Deməli, 4-ə baxın, katibə göndəriləcək. Yox, imtahan nəticəsi göndərilməli idi. Cavab oldu 19-da B variantı, yəqin ki fikir aydındır. Bir dənə də sizə buradan yaxşı bir ipucu verim. Cümləmiz sekreterdən başlayırsa, sekreterdən aşağıda cümlə başlamaz. O variant yanlış olur. 4 olanları buradan atanda elə 2 dənəsi getdi. Yəqin ki daha rahat olar belə. 20-ci suala baxaq. Dive into-nu hər kəs bilir, inanıram, suya baş vurmaq deməkdir. Elə dive into-nu bildinizsə, A-nı buradan tapırsınız. Cümlənin mənasına görə də sağ tərəfdə after düz gəlir. Cümlənin mənası, deməli, o gölə baş vura bilərdi. Nə zaman? After long lasting trainings. Uzun davam edən məşqlərdən sonra dərinliyə baş vura bilərdi. Mənaya görə bir də after olacaq burada. Getdik 21-ci suala. Due to və about to qaydasıdır. Rahatlıqla tapmaq olar. Nə demişdik? Planlı olduğu zaman due to'dur. Bunu demişdik. Saat 6 deyirsə due to A olacaq. Digərlərini qrammatik cəhətdən tapmağa çalışaq. Kəndən sonra to olmaz. May'dən sonra olmaz. Train təkdədir, have olmaz. Is about'un to'su yoxdur. Qrammatik qaydanı bilirsinizsə bunu rahat tapa bilərsiniz. Getdik digər suallara, hansı ki bizdən tərcümə istəyir. 22-də yaxşı nəsə, deməli good preparation is important for before taking an exam. İmtahan götürmədən əvvəl yaxşı hazırlıq vacibdir deyərsən məna baxımından. Edition nəşr, operation əməliyyat, invention ixtira, invitation dəvət. Məna baxımından heç biri düz gəlmir. Yəni 22-də oldu Y variantı. 23-cü suala baxaq. 23-cü sualda doğru cavab olur D variantı. Bizdən yanlış variantı, yaxın mənalı sözü deyir. Hansı ki altına xətt çəkilib. We need to decrease. Nəyəsə azaltmağa ehtiyac var. Azaltmağa yaxın mənalı reduce azaltmaqdır. Biri götürək. To cut-dan azaltmaq, kəsmək, saxlamaq anlamında 3 doğru. 5 də lower aşağı salmaqdır. 4 qaldırmaqdır. Increase artırmaqdır. Cavab 1, 3, 5. Yəni 23-də D variantı oldu. 24-də sözlərin mənasını bilmək lazımdır. İkisini biləndə cavabları tapmaq olur. 24-də cavab olacaqdır B variantı. Put something off, nəyəsə təxirə salmaq, yəni qərara gəlsən ki, sonra eləyəsən. 1B. Provide təmin etmək, to give somebody or to give something to somebody. To cope with öhdəsindən gəlmək deməkdir. Elə to manage a difficult situation. Bu formada tapmaq olar. Yəqin ki, bu da aydındır. Cavab B variantı. 25-də bizdən əks mənalı şərtə diqqət edirik. Sözlərə soruşur. Burada cavabımız awake, oyaq, əslib, yuxulu, əks məna istədiyi üçün memorable, unudulmaz, forgettable, unudula bilən deməkdir. Yəni, bunlar 1-4 bizə lazım olan cavabdır. Və sonuncu əsas sual, şəkil sualdır. Bunun sizə cavabını göstərəcəm. Buna belə deyim, yüksək bal verir. Buna ciddi yanaşın bu şəkillərə. Çünki sizə təqribi 17 bal verir. Daha dəqiq desək 16.7 bal. Deməli, qadın marketdədir uşağından. Gördüyünüz kimi uşağın başı oyuncaqları qarışır burada. Əlindən çıxır və buradan bilirik ki, belə deyək,
vəsiqə var qızın boynunda. Deməli o mağazada işləyəndir. Yəqin ki, uşaq itir, sonra tapır onu valideyninə gətirir, verir uşağı. Belə bir hekayədir. Yəni bu formada burada bir şablon cavab var. Buna baxa bilərsiniz. Siz də özünüz qurdunuzsa şərh bölməsinə yaza bilərsiniz. Belə əziz abituriyentlər, biraz açıqlamalı verdim ki, daha yaxşı aydın olsun sizə suallar. Ümid edirəm ki, işinizə yaramışdır. Hər birinizə bol-bol uğurlar olsun. İmtahanda daha yaxşı olması ümidi ilə. Hələlik.